Uşaq pulu bugün sosial müavinət bilirsiniz ki, ailələrə verilir. Bəli. Yəni axı bu uşaq pulunun bugün inanın ki, yəni ölkəmizdə geniş şəkildə yəni müzakirəsi də axı yoxdur. Onun bugünkü gündə günümüzdə real olması hesab edirəm ki, bu günün mövzusu deyil və müzakirə məsələsi deyil. Ümumiyyətlə ailələr uşaqları dünyaya gətirəndə onlar düşünməməlidirlər ki, mən bugün uşaq dünyaya gətirirəm və bunun qarşılığında dövlətdən nəsə gözləməliyəm. Məsələ də burasındadır ki, uşaq pulu məsələsi bugün gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıqmı və yaxud da ki, həm də bir tənbəllikmi yarada bilər? Yəni, insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. 8 yaşına qədər səhv etmirəmsə, olan ailələrə bir atanın işləməsi kifayət edir və bu da normaldır. Üzr istəyirəm və real yanaşmadır. Ona görə ki, atalar... Vallahi yetmir. Xahiş edirəm, icazə verin, mən fikrimi tamamlayım və bu şəkildə atanın da evdə otursun, ancaq uşaq pulu alsın yanaşması da mənim fikrimə görə və qənaətimcə doğru deyil.